Saç tökülməsi həm kişilərdə, həm də qadınlarda ən çox rast gəlinən problemlərdən biridir. Bir çox insan saçının əvvəlki kimi sıx olmadığını, daraqda daha çox saç qaldığını və ya saç ayrıcının getdikcə genişləndiyini hiss etdikdə narahat olmağa başlayır. Bəzən bu vəziyyət sadəcə mövsümi dəyişiklik olsa da, bəzi hallarda orqanizmdə gedən ciddi problemlərin ilk əlaməti ola bilər. Ən vacib məqam odur ki, saç tökülməsi tək bir səbəbdən yaranmır. Stress, hormonal dəyişikliklər, genetik faktorlar, vitamin çatışmazlığı, yanlış saç baxımı və hətta bəzi daxili xəstəliklər belə saç tökülməsinə səbəb ola bilər. Bu videoda saç tökülməsinin niyə yarandığını, hansı hallarda təhlükəli olduğunu və müasir dermatoloji müalicə üsullarını ətraflı şəkildə izah edəcəyik. Gündə neçə saç tökülməsi normaldır? İlk olaraq bunu bilmək vacibdir ki, hər saç tökülməsi xəstəlik demək deyil. Saç daim yenilənən bir quruluşa malikdir. Hər bir saç telinin müəyyən yaşam dövrü var. Saç əvvəlcə uzanır, sonra dayanır və sonda tökülür. Buna görə də gündə müəyyən miqdarda saç tökülməsi tam normal hesab olunur. Orta hesabla bir gündə insan 50-100 tel saç tökülməsində normal göstərici olaraq hesab olunur. Ancaq əgər saçlar əvvəlkindən xeyli seyrəlibsə, baş dərisi görülməyə başlayırsa, saç yuyarkən həddindən artıq tökülmə olursa, daraqda böyük saç topaları qalırsa, saçın qalınlığı incəlirsə, bu artıq ciddi araşdırılması lazım olan problem olaraq hesab olunur. Saç tökülməsinin ən çox rast gəlinən səbəbləri. Genetik saç tökülməsi. Ən geniş yayılmış səbəblərdən biri genetik saç tökülməsidir. Tipdə buna androgenetik alopesiya deyilir. Bu tip tökülmə əsasən irsi olur və hormonlarla əlaqəli. Kişilərdə adətən alın xəttinin geriyə çəkilməsi, gicgahların açılması və təpə hissənin seyrəlməsi ilə başlayır. Qadınlarda isə daha çox ümumi seyrəlmə, saç ayrıcının genişlənməsi, saç həcmində azalma şəklində özünü göstərə bilir. Genetik saç tökülməsi yavaş inkişaf edir. İnsan bəzən illərlə saçın azaldığını hiss etməyə bilir. Stress və psixoloji gərginlik. Bu, bir çox insan daha çox stress saç tökülməsinin ən böyük səbəblərindən hesab etmir, lakin ən çox stress və psixoloji gərginlik saç tökülməsindəki olan ən böyük səbəblərdən biri o. Güclü emosional gərginlik zamanı orqanizm qorunma rejiminə keçir və saç kökləri zəifləməyə başlayır. Xüsusilə uzun müddətli stress, depressiya, ağır psixoloji travma, yuxusuzluq, panik ataklar saç tökülməsini ciddi şəkildə artıra bilir. Ən maraqlı məqam isə budur ki, stressdən sonra saç tökülməsi dərhal başlamır. Çox vaxt insan 2-3 ay sonra saç tökülməsinin artdığını görür. Vitamin və mineral çatışmazlığı. Saç sağlamlığı üçün bədənin müəyyən vitamin və minerallara ehtiyacı var. Ən vacibi bunlardır. Dəmir, ferritin, sink, D vitamini, B12 vitamini, biotin, protein. Xüsusilə qadınlarda dəmir çatışmazlığı çox geniş yayılıb və saç tökülməsinin əsas səbəblərindən biri hesab olunur. Bəzən insan aylarla müxtəlif şampunlardan istifadə edir, amma əsas problem sadəcə ferritin aşağılığı olur. Hormonal problemlər, hormonal dəyişikliklər saçlara birbaşa təsir edir. Ən çox rast gəlinən hormonal səbəblərə qalxana bənzər vəzi problemləri, polikistik over sindromu, testosteron artımı, menopauza, doğuş sonrası hormonal dəyişikliklər ola bilər. Xüsusilə doğuşdan sonra bir çox qadın saçlarının sürətlə töküldüyünü görür. Bu vəziyyət çox vaxt hormonal dəyişikliklərə əlaqəli olur. Yanlış saç baxımı. Bəzən insanlar saçlarına yaxşı baxdıqlarını düşünsələr də, əslində saç köklərinə zərər verirlər. Saça zərər verən faktorlar tez-tez fen istifadəsi, yüksək temperatur, saç açıcı kimyəvilər, davamlı boya, keratin prosedurları, saçın çox bərk yığılması ola bilər. Xüsusilə saçın hər gün yüksək temperaturla düzləşdirilməsi zamanla saç köklərini zəiflədir. Dəri xəstəlikləri bəzi hallarda problem birbaşa baş dərisindən qaynaqlanır. Məsələn, dəri xəstəliklərində seborreya, göbələk infeksiyası, psoriaz, iltihabi dəri xəstəlikləri saç tökülməsinə səbəb ola bilər. Əgər saç tökülməsi ilə birlikdə qaşınma, qabıqlanma, qızartı, yağlanma da varsa, dermatoloji müayinə vacib. Hansı hallarda dermatoloqa müraciət etmək lazımdır? Bir çox insanın saç tökülməsini gec ciddiyə alır, amma bəzi hallarda vaxt itirmək düzgün deyil. Əgər saç qəfil tökülürsə, dairəvi keçən sahələr yaranıbsa, saç getdikcə incəlirsə, qaş və kipriklər də tökülürsə, baş dərisində ağrı və qaşınma varsa, mütləq dermatoloqa müraciət edilməlidir. Çünki erkən müdaxilə saç köklərini qorumaqda çox vacib rol oynayır. Saç tökülməsinin diaqnostikası necə aparılır? Saç tökülməsinin səbəbini tapmaq üçün sadəcə saça baxmaq kifayət etmir. Dermatoloq adətən klinik müayinə, saç
analizləri, qan analizləri, hormonal yoxlamalar, tirxoskopiya təyin edir. Tirxoskopiya xüsusi cihaz vasitəsilə saç köklərinin böyüdülmüş görüntüsü araşdırılmasıdır və çox faydalı diaqnostik üsuldur. Saç tökülmənin müalicəsi. Ən vacib məqam budur ki, saç tökülməsində müalicələr fərqli olur. Çünki səbəblər də fərqlidir. Vitamin dəstəyi. Əgər analizlərdə vitamin və ya dəmir çatışmazlığı aşkarlanarsa, uyğun preparatlar təyin edilir. Ancaq analizsiz şəkildə vitamin qəbul etmək düzgün deyil. Çünki bəzi vitaminlərin artıq istifadəsi də zərər verə bilər. Dermatoloji məhsullar, xüsusi serumlar, şampunlar, losyonlar saç köklərini dəstəkləyə bilir. Ancaq market məhsulları ilə tibbi məhsulları qarışdırmaq olmaz. PRP müalicəsi. Son illərdə ən məşhur prosedurlardan biri PRP-dir. Bu üsulda insanın öz qanından alınan xüsusi plazma baş dərisinə yeridilir. PRP saç köklərini stimullaşdırmağa və tökülməni azaltmağa kömək edə bilər. Mezoterapiya. Mezoterapiya zamanı vitaminlər və faydalı maddələr mikroinyeksiya ilə baş dərisinə verilir. Bu üsul xüsusilə zəifləmiş və cansız saçlarda istifadə olunur. Hormonal müalicə. Əgər əsas problem hormonal pozğunluqdursa, uyğun hormonal müalicə aparılır. Bu müalicə mütləq həkim nəzarətində olmalıdır. Evdə nələrə diqqət etmək lazımdır? Saç sağlamlığını qorumaq üçün düzgün qidalanmaq, kifayət qədər protein qəbul etmək, stresi azaltmaq, saçlara çox isti su ilə yumamaq, sərt kimyəvi prosedurları azaltmaq və keyfiyyətli məhsullar istifadə etmək çox vacibdir. Saç tökülməsi zamanı ən böyük səhvlərdən biri internetdən təsadüfi məsləhətlərlə öz başına müalicəyə başlamaqdır. Qısa olaraq saç tökülməsi çox yayılmış problemdir, amma səbəbi hər insanda fərqli ola bilər. Bəzən sadə vitamin çatışmazlığı, bəzən isə hormonal və ya genetik faktorlar bu problemin əsas səbəbi olur. Ən vacib məqam saç tökülməsinin səbəbini düzgün müəyyən etməkdir. Çünki səbəb bilinmədən edilən müalicə çox vaxt nəticə vermir. Əgər saçlarınızda ciddi seyrəlmə və ya uzun müddətli tökülmə müşahidə edirsinizsə, dermatoloq müayinəsini gecikdirmək, erkən diaqnoz və düzgün müalicə saçların qorunmasında çox böyük rol oynayır.